İkinci gəlir, Allah Teala xeyir işlərə dəvət məqamında bunu qeyd edir. Buyurur ki, ey insanlar, Rəbbinizə ibadət edin. Hansı ki, o sizi və sizdən əvvəlkiləri yaratdı. Əl-ləzi cəalə ləkumul arda firəşə. Sizlər üçün yer üzərini döşədi. Səmanı ucaltdı. Səmadan sizə yağış endirdi. Onunla müxtəlif ruzilər sizin üçün çıxartdı. Baxın, altı neyniyir? Bunu xatırladır. Və buyurur, Allahu-ləzi xalaqakum, sizi o yaratdı, sonra sizə ruzu verdi. Sizi dirildən də odur, öldürən də odur. Allah da Quran-ı Kərimdə buyurur. Ya yuhənnəs, ey insanlar, Allahın nemətlərini xatırlayın. Allahdan başqa xaliq mi var? Sizlərə səmadan və yerdən ruzu verən odur. Allah da yenə də öz nemətlərini xatırladı. Fatır Surəsi 3-cü ayədə. Həmçinin buyurur, ya yuhəllədin əmənu, ey iman gətirənlər, ənfiqu mimmə razaqnakum. Allahın sizə verdiyi ruzlərdən sizlər də insanlara verin, əl tutun. O gün ki, gəlməmişdən əvvəl, o gün heç bir şey fayda verməyəcək. Yəni, Allah dərgahında artıq köçəndən sonra bağlandı qapı. Həmçinin deyir ki, ya yuhəllədin əmənu, ey iman gətirənlər, Allahın ruzusundan yeyin, həmçinin Allahın nemətlərinə şükr edin. Bəqərə surəsi 170-ci ayə. Həmçinin buyurur, وَلَا تَقْتُلْ أَوْلَادَكُمْ خَشْيَةَ إِمْلَاقٍ. Yəni, fağırlıq qorxusundan evladlarınızı öldürməyin. Sizə də, onlar da ruzu verən bizik. Bu, Allah da ayəni endirmiş ki, Məkkə müşrikləri qız uşaqlarını öldürərdilər. Nəyə görə? Qorxu var və evladlarını öldürərdilər ki, bunlar necə olacaq, ruzu necə dolanacaq? Allah buyurur ki, öldürməyin. Həmçinin bu nəyə aiddir? Səbəbsiz yerə evladlarını öldürənlərə, aborta da aid edir bu ayəni alimlər. İsra surəsi 31-ci ayə. Və buyurur həmçinin وَمَنْ يَتَّقِ اللّٰهِ, kim Allahdan qorxarsa, buyrularını yerinə yetirərsə, Allah ona bir çıxış yolu göstərər və ummadığı yerdən, gözləmədiyi yerdən onu ruzləndirər. Talaq surəsi 2-3-cü ayə. Ona görə buyurur, فَالَّذِينَ آمَنُوا, iman gətirənlər və amilu salihən, yaxşı əməllər edənlər, onları nə gözləyir? Bağışlanma və böyük bir ruzi gözləyir. Yəni, alta baxın, bütün bunları xatırladır ki, bütün bunların sahibi kimdir? Uca Allah-u Teala. Amma ruzi üçün çalışın, Allah'ın, yəni halal yiyin, fəmşu fi mənəkibi, yer üzərində gəzin, onun ruzlərindən yiyin, qayıdışınız da Allah'adır.